Salam, hörmətli Zəngəzur TV izləyiciləri. Günün əsas xəbərlərini diqqətinizə çatdıracağam. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Bildirilib ki, səfər sabah Yeni Azərbaycan 28 may müstəqillik gününə təsadüf edəcək. Pakistanın baş naziri Azərbaycana səfərə gəlib. Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-sində Azərbaycan Respublikasına səfərə gəlib. Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri Qarabol dəstəsi düzülmüşdür. Pakistanın baş nazirini Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar. Türkiyənin Xarici İşlər naziri Ukraynaya səfər edəcək. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İstanbul danışıqlar nəticələrinin Ukrayna rəsmiləri ilə müzakirə etmək üçün həftə sonunda Kiyevə səfər edəcək. Hakan Fidan Rusiya və Ukrayna arasında danışıqlarda Türkiyənin vasitəçilik rolunu təsdiqləmək niyyətindədir. Hazırda o Rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada 2 günlük səfərdədir. Dünən Rusiya prezidenti Vladimir Putin Fidanı Kremldə qəbul edib. İstanbulda əyləncə mərkəzlərinin birinə əl bombası ilə hücum olunub. Baş verən partlayış nəticəsində 3 ağır olmaqla ümumilikdə 7 nəfər yaralanıb. Əldə edilən məlumata görə 5 mərtəbəli binanın əyləncə məkanı kimi istifadə olunan ikinci mərtəbəsinə motosikletlə gələn 2 nəfər tərəfindən əl bombası atılıb. Əraziyə təcili tibbi yardım, polis, bomba mütəxəssisləri, olay yeri araşdırma, xüsusi təyinatlı dəstələr, terrorla mübarizə və xilasetmə qrupları cəlb olunub. Hücumla bağlı istintaq davam edir və şübhəlilərin tutulması üçün geniş miqyaslı axtarışlar aparılır. Hücumla bağlı istintaq davam edir və şübhəlilərin tutulması üçün geniş miqyaslı axtarışlar aparılır. Hörmətli Zəngəzur TV izləyiciləri, bu gün olan xəbərlər bu qədər. Sağ olun, salamat qalın.